Sizi salamlayıram. YouTube kanalıma xoş gəlmisiniz. Biologiya sınıf 3-dən davam eləyək. Birinci suala baxaq. Karbohidrat, yağ və zülallar üçün olan ümumi funksiya. Kalitativ funksiya A variantında zülallar üçün ümumi bir funksiyadır. Katalitik biokimyəvi reaksiyaların sürətinə təsir göstərir. Bunu çıxdıq. Energetik və inşaat, bəli, funksiyalar hər üçü üçün uyğundur. Nəqliyyat zülallarda, məsələn, hemoqlobinin oksigenin daşınmasıdır. Müdafiə interferonlar yad cismə qoyu zülallara aiddir. Hərəkət zülallarda olur. İkinci sual. Yaşıl bakteriyalar üçün doğru ifadə müəyyən edin. Fotosintez edərkən sərbəst oksigen qazını xaric etmir. Doğrudur. Bu bizim dərslik kitablarımızda verilibdir. Qırmızı bakteriyalar, yaşıl bakteriyalar və siyanobakteriyalardır. Qırmızı bakteriyalarla və yaşıl bakteriyalarda sərbəst oksigen yaranmır. Bu doğru. Xomosintez edir, yanlışdır. Xromatofora malikdir, yanlışdır. Translasiya prosesi ribosomda gedir. Bəli, bütün canlı aləmdə ribosom var və bu gedir. Bunu götürdük. Avtotrof yolla qidalanır, doğrudur. Transkripsiya prosesi nüvədə, xeyr, nüvə olmur. Cavab olur 1, 4 və 5. Üçüncü suala baxaq. Heyvan növü öküz soliterini veribdir. Əzələrin fəaliyyətini sərf olunan enerji 1200-dür. Yəni, bu ATF-ni deyir ki, 1200-dür. Parçalamaya məruz qalan glikozanın molunu soruşur. Aha, bu olur oksigensiz, yəni glikoz mərhələsi. 200 kilojul enerji ayrılır ki, bunun 80 kilojulu ATF idi, 120'si istilik idi. İstilik. 1 molumuz glikozada 80 dənə ATF alınır. Aha, 80. X-da baxaq görək neçə mol glikozada 1200-dür. Onu da böləndə X gəlir, cavab 15. Aha. Dördüncü sual. Sxemə əsasən hansı ifadə doğru deyil? Doğrudur. Əstağfurullah, üzr sayın. Birinci, C hidrofil maddədir. C lipiddir. Lipidlər əsasən olur hidrofob. Ona görə çıxdıq. A polinukleotdir. A suallarda çıxırıq. B monosaxariddən təşkil olunub, doğrudur. Karbohidratlardır. Bunu götürdük. Sonra keçək digər suallarımıza. Aha. Hansı ribosom fəallığının artması hansı maddənin miqdarının azalmasına səbəb olur? Baxın, ribosom fəallığının artması daha çox zülalın sintezinin getdiyini göstərir. Daha çox zülal sintezi də amin turşunun azalmasına gətirib çıxarır. 6-cı sual. Interferon və insulin müvafiq olaraq hansı funksiyanı yerinə yetirir? Baxın, hər ikisi zülaldır. Hər ikisi nədir? Zülaldır. Interferonlar əsasən qoruyucu funksiyanı yerinə yetirir. Yəni müdafiədir, yad cisimlər tutur. İnsulin qanda şəkər miqdarını tənzimləyir. Ona görə cavab olur D variantı. 7-ci suala baxaq. Fotosintez zamanı elektronu itirmiş xlorofil molekulu bu itkini hansı molekulun hesabına bərpa edir? Baxın, suyun fotolizindən alınır. Suyun fotolizindən alınır OH mənfi və H müsbət. H müsbət iyonları daxili membrana toplanır. 8-ci sual. Energetik mübadilələrin 3-cü mərhələsi necə adlanır? Oksigenli mərhələ və yaxud da hüceyrə tənəffüsü adlanır. Bir hüceyrənin 9-cu suala baxaq. Bir hüceyrənin quruluşunu tədqiq edən zaman hansı orqan cütləmə hansılar birgə rast gəlinir? Baxın, yəni baxan kimi bilinir. A variantı. Niyə? Baxın, xloroplast ali bitkilərdə var. Amma hüceynin mərkəzi ali bitkilərdə, sinir və yumurta hüceyrədə bu orqanoid yoxdur. Ona görə cavab olur A variantı. Bir ribosom 18 saniyə müddətində bir molekul zülal translasiyası edir. Ribosom məlumat indi üzərində 0,2 saniyə bir triplet sürətlə hərəkət edərsə, bir zülal geninin kodlaşdırıcı sahəsinin kütləsi. Baxın, 0,2 saniyədə biz bilirik ki, 1'dir. 1 amin turşu. 18 saniyədə X. X'i tapıram 90. Baxın, bir amin turşusu bir triplet deməkdir. Bir triplet. O da 3 nukleotid. 90'ı vururam 3'ə, eləyir 270. Bir amin turşunun kütləsi 300'dür. Bir amin 300'dür. 270'də vuraram 300'ə, o da eləyir 81.000. Cavab olur D variantı. 11-ci suala baxaq.
Ribosom kodlaşdırıcı hissəsinin uzunluğu 204 nanometr olan məlumat elentisi üzərində zula sintesidir. Yaranan bir zəncirli zulan molekulunda neçə amin turşusu 2 peptid rabitəsini əmələ gətirir? Baxın, ribosom funksiyalar mərkəzinin kodlaşdırıcı 2 triplet və 6 nukleotiddir. Və uzunluğu 0,34 olur nukleotidin uzunluğu. 6-nı vururam 0,34-ə. O da edir 2,4. Aha, 200,4. Baxın, 2 tripletin uzunluğu 2,4-dürsə, baxaq görək neçə tripletinki 204-dür. O da edir 200. Yadımızda saxlayırıq ki, bir-birinə peptid rabitəni düzülür, amin turşu zənciri. Baxın, burada sizə bir zəncirli dediyinə görə, baxın. Və yadımızda saxlayırıq ki, birinci və sonuncu amin turşular bir peptid rabitə ilə birləşir. Ona görə 200-dən də çıxaram 2-ni, 200-dən də çıxaram 2-ni, o da eləyir 198. Cavab olur D variantı. Sonra 12-ci suala baxaq. ATF molekulunda azot əsaslarının sayı X verir. Aha. Ortofosfat qalıqların sayı 36-dır. Makroelgik rabitənin sayı Y-dir. ATF molekulunda 3 dənə ortofosfat qalığı olur. 36-nı bölərəm 3-ə, eləyir 12. Makroelgik rabitə hər fosforun arasında da, baxın, hər fosforun arasında da makroelgik rabitə 2 dənədir. Y-də də 12-ni vuraram 2-yə, 12-ni 2-yə vuraram, eləyir 24. Bu ikisinin cəmi də bizə verir 12, 24 cəmi o eləyir 36. Cavab oldu C variantı. 13-cü sualdan davam edək. İnsülin və somotropin hormonları üçün ortaq xüsusiyyətlər müəyyən edin. Hər ikisi zulaldır. Aha. Polipeptid birləşmədir, doğrudur. Axacaqları orqan boşluğuna yox. Bunlar hormondur. Bunların axacağı qana ifraz olunur. Bunu çıxdıq. Tərkibində oksigen, azot, hidrogen, karbon doğrudur. Bütün zulalların tərkibində bu 4 elementin 4-ü də olur. Qarışıq sekresiya vəzlərinin hüceyrələrində sintez olunur. Xeyr. Baxın, insülin qarışıqdır, amma somotropin daxilidir. Bunu çıxdıq. Sintez ribosomlara gedir, sintez ribosomlarda gedir. Bu da doğrudur. Cavab olur 1, 3 və 5. 14-cü sualdan davam edək. Hansı maddələrin hidrozməsi amin turşu deyil? Yəni zulallar olmasın. Baxın, hər ikisi zulaldır. Albumin, hemoglobin. B variantında tripsin zulaldır, amma xitin karbohidratdır. Sonra C variantı bəli, hər ikisi karbohidratdır. İnsülin Y-də zulaldır. D-də də lizosim. Ona görə cavab olur C variantı. 15-ci sualda DNT zənciri müəyyən bir hissəsi verilibdir. Doğru olmayan ifadələr müəyyən edin deyir. Aha. Baxın, X azot əsasıdır. Azot əsasıdır. Y karbohidrat olur. Z-də fosfat turşusu qalığı. Aha. Ortofosfat turşusunun qalığı. Doğru olmayan. Y polisaxariddir, xeyr, monosaxariddir. X timin əsasıdır. Azot əsası ola bilər, doğrudur. Çünki DNT tərkiblidir. Sonra Z ortofosfat turşusunun qalığıdır, doğrudur. Y riboza xeyr, DNT tərkiblicisi bu dezoksiriboza olur. Olur 2, 3. Keçək 16-cı suala. Aha. DNT molekulunda 20 nukleotid verir. Bunlardan 15 guanin nukleotiddir. Bu DNT molekulu 2 dəfə replikasiya olunduqda istifadə olunan guanin nukleotidlərinin sayı. Baxaq. Baxın, 15 dənə guanin varsa, deməli 15 dənə də nə var? Sitozin var. Sitozin var. Baxın, burada bir DNT 2 dəfə deməli replikasiya olundu 4 zəncir əmələ gətirir. Bu 4 zənciri 4 nukleotid birinci başlanğıcı olan guanindir. Digər 3 dənəsində 3 dənə guanindir. Həmin bu 3 dənəsində vuraram 15-i, o deyir 45. Cavab olur D variantı. D variantı. Baxın, yenə deyirəm. DNT zəncirdir. 120 nukleotid veribdir. Burada 15-i guanin nukleotidir.
Bir də DNT molekülü 2 dəfə replikasiya olanda 4 dənə nukleid əmələ gəlir. Yəni 3 zəncirdə özümüz yaradırıq. Burada başlanğıc 15 nukleid var. 3 zəncirdə də eyni şəkildə 15 dənə də nukleid guanin olur. 3-ü də vuram 15-i eləyir 45. 17-ci sual. Neçə növ nukleotid həm transkripsiya, həm də translyasiya prosesində deməli iştirak edir? Burada RNT həm transkripsiya, həm translyasiyadır. Amma DNT transkripsiyadır. Ona görə də cavab olur D. Asal sözlərdən istifadə etməklə mətni tamamlayın. Aha. Demək, sümükləri möhkəmlik verir. Sümüklərə kalsium və fosfor. Sink insülin hormonu tərkibinə daxildir. Aha. Yod da qalxana bənzər vəzin hormonunu. Cavab olur B. 19-cu suala da baxaq. Eyler-Venn diaqramına uyğun bəndlər müəyyən edin. Mitoxondri və xloroplast verilibdir. Gəlin baxaq. Sitoplazmada 4 lipid cərgəsi ayrılır. Hər ikisi üçün ortaqdır. 2 membranlıdır və hərəsində 4 lipid cərgəsi olur. Hüceyrə tənəffüsünü təmin edir, mitoxondridir. Monosaxarid sintezi, burada qlikozan deyir bizə. Ona görə olur xloroplast. Transkripsiya və translyasiya, hər ikisi həm transkripsiya gedir, həm translyasiya. Hidrogen proton daxili membranın xaricindən daxilə doğru keçir. Bir dəqiqə zəhmət olmasa deyir ki, hidrogen proton daxili membranın xaricindən daxilinə keçirsə, bu olur mitoxondri. Daxili membran xaricində elektron toplam mənfi yüklüdürsə, bu olur xloroplast. 2, 5, 1, 4 cavab olur A variantı. 20-ci suala baxaq. Göbələk hüceyrəsində ribosom hissəciklər hüceyrə neçəcik strukturunda form. Baxın, ribosom bir formalaşır mitoxondridə. Bir plastiddə plastid. Aha, bir də olur nüvə. Baxın. Aha, baxın, burada göbələklərdə plastid olmadığına görə ancaq ikisində formalaşır. 21-ci sual. Bitki hüceyrəsində neçə bir membranlı orqanel karbohidrat sintezində iştirak edir? Baxın, bir membranlı orqanel deyirsən, karbohidrat sintezi biri Holgi kompleksidir. Holgi kompleksi. Digər isə hamar endoplazmatik şəbəkədir. Ona görə də cavab olur A. Mürəkkəb quruluşu çox hüceyrəli orqanizmlərdə hüceyrələr yerinə yetirdiyi funksiyalarına görə ixtisaslı toxum orqanları əmələ gətirir ki, bunlar da bir-birini sinir homoloq yoluna tənzimləyir. Baxaq, deyir ki, bu hansı canlıya şamil etmək olar? Burada baxaq ki, hansı canlılarda toxum orqan var. Bağırsaq çöpündə xeyir toxum orqan yoxdur. Leishmaniya törəcək xeyir yoxdur. Ulva çox hüceyrəli yosunumuzdur. Və bunlarda ulva yosunlarda toxum və orqan yoxdur. Ginkgo yoxdur. Qotuluq törədicisi bəli. Bu heyvandır ki, bunda da toxum orqanlar var. Sonra 23-cü sual. 360 qram qlikozun tam parçalanması zamanı ATP sintezi qalanı neçə hidrogen katyonu keçir? Baxın, 24 hidrogen katyonudur. 180 molda glikozada 24-dürsə 360-a x-dir. X-də tapanda eləyir 48. 24-cü sual. Bitkinin fotosintez prosesi zamanı 10 saat müddətində əmələ gətirdiyi üzvü maddəyə malik olduğu enerji deməli 10.560 kilojoldur. Fotosintez zamanı bitkinin udduğu və əmələ gətirdiyi qazların molekul kütlələrinin fərqi. Baxaq. Baxın, 10.560-ı bölərəm mən birinci enerjini. 10.560 bölərəm 17,6-ya. O da deməli 600 eləyir. Aha. 600-ü tapdıq. Bu bunun kütləsidir. Kütlədir. Və nəyi soruşur? Fotosintez zamanı baxın 6 mol karbon qazı 6 mol da oksigen iştirak edir. Bunları da hesablayanda aradakı fərq edir 72. Aradakı fərq edir 72.
Baxın 180 180 180-də 72-dir qlükoza. Aha, oksigen fərqi. 600-də də X-dir. X-i də tapanda eləyir. Dəqiqə. Aha, 180-də 70-i 600x. O da eləyir 240. 240. 25-ci suala baxaq. Şəkildə əsasən doğru ifadələr müəyyən edin. Tərkibində, baxın, bu tütün mozaikasıdır. Tərkibində polipeptid zəncirinə rast gəlinir. Deməli, bəli, zülallardır. Tərkibində zülal var, götürürük. Polinükleidin monomerlərini biri timin. Xeyr, timin yox, çünki RNT tərkibli virusdur. Bunu götürmürük. Membransız orqanoidlərə maiddir. Bu, yəni orqanoid olmur və ya götürmürük. 4-cü polinükleiddə urasil azotası, bəli, RNT tərkibli də ola bilir. Tərkibində polipeptid və polinükleid, yəni zülal və RNT-nin olmasıdır. Bunu da götürürük. Cavab olur 1, 4 və 5. Aha, davam edirik 26-cı sualına. 26-cı sual. Doğru ifadəni müəyyən edin. Eukaryot orqanizmlərdə 20 amin turşusu 61 tripinə kodlaşdırır. Bu doğrudur. 61 kodla kodlaşdırır. Nəqliyyat RNT-sində amin turşuları kodlaşdırmayan triplet stop triplet adlanır. Nəqliyyat yox, məlumat. Bunu çıxdıq. Metionin amin turşusunun antikodu deməli UAC. Metionində baxın A, U, Q'dır. Bunda da olur U, A, S. Aha. Bu doğrudur. Bir məlumat RNT-si əsasında bir neçə növ zülal molekuluna sintez olunur. Bir neçə növ. Xeyr. Burada bir neçə yox, bir növ olur. Bunu çıxdıq. Ribosomun funksional mərkəzində maksimum 4 nükleotid yerləşə bilər. 4 növ nükleotid, bəli, götürə bilərik. Bu da olur 1, 3 və 5. Əsasən 3 tripletləndir, amma yenə də birləşmə ola bilər. 27-ci sual. Fotosintezin və işıq və qaranlıq mərhələsini verib, deyir ki, uyğunlaşdıraq. Deyir ki, molekülər oksigen əmələ gəlir. Bu olur işıq mərhələsi. Xlorofil ayrılan elektronlar qranların membran xarici mənfi elektron hesab bəli. Bu da olur qaranlıq mərhələsi. Karbonun fiksiya olunması zamanı ATF ADF çevrilir. Bu qaranlıq mərhələdir. Monosaxarin sintez stromada gedir, qaranlıq mərhələdir. Əsas məhsulu ADF-dir, xeyr. Bunu da götürmürük. Keçdik situasiyalara. Baxaq. Hemoqlobin zülalının geninin yerləşdiyi DNT molekulunun bir zəncirində 6-cı yerdə duran STT tripletinin 2-ci nükleotit məlumat RNT-sinə U kimi köçürülərsə, glutamin amin turşu deyil, valin amin turşusu kodlaşdırılır. Aha. Bu isə eritositlərin oraq şəkilli forma alınmasını və oraq şəkilli anemiya xəstənin yaranmasına səbəb olur. 28-ciyə bax. Bu zülal neçə zəncirə aid və bu zülalın bütün funksiyalı zülalın neçənci quruşuna tam özünü göstərir. Oraq şəkillidir, anemiya, bu hemoqlobin zülalıdır. Hemoqlobin zülalı 4-cü quruş və 4-cü zəncir əmələ gətirir. Valin amin turşusunun translyasiyası qədər amin turşuları arasında neçə peptid rabitə yaranar? Amin turşu kodunun transkripsiyası neçə növ azot əsas iştirak edir? Deməli, baxın, valin 6-cı yerdə yerləşir. Bundan əvvəlin soruşursa 5 dənədir. 5 növdə azot əsası olur. Neçə növ azot? 5 növ. Aha, 5 növ azot əsası olacaqdır. Valin, baxın, yenə deyirəm, 6-cı yerdə valin yerləşir. Bundan əvvəl isə 5 növdə amin turşu olur. 5 amin turşu 5 peptid rabitə deməkdir. 30-cu sual. Valin amin turşusuna qədər translyasiya olunan amin turşuların radikallarının kütləsi 270 olarsa, bu amin turşuların kütlələrinin cəmi nə qədər olar? Hər bir
Sərbəst amin turşu. Baxın, hər bir sərbəst amin turşunun kütləsini ayrı-ayrılıqda. Baxın, radikalın kütləsi 54. 270-i mən bölərəm 54-ə. O da eləyir 5. 5 amin turşu. Aha, baxın, birinci amin turşusu, hər birini sərbəst deyir. Özündən OH verəndə, yəni kütlə 128-də 128-dən çıxıram 17-ni eləyir 111. Çünki özündən nəyi verib? OH-ı verib. Yerdə qalan bu 4 dənə amin turşusu özündən verəcəkdir. Yenə 128-dən çıxıram 18-ni. Olur 110. Aha. 110. 110. İndi bundan kütlələrini tapanda 4 dənə amin kütləsini vururam 110-a. Üzərinə gəlirəm birinci amin turşusunun kütləsini 111-i. Bu da 440. 440 üzərinə gəlirəm 111, 551. Cavab olur 551.